pul xərcləyəndə azalmır. Vallahi azalmır. Çünki onun gedən yolu ilə gələn yol, inanmırsınız onsuz da. İnanmırsınız da, bu sözə inanmırsınız. Hər sözə inanırsınız, buna inanmırsınız. Ki də danışırdı öz üçün. Amma vallahi xərcləməklə pul azalmır. Artır, daha da başqa yerlərdən Allah yetirir. Amma o adamlar ki, belə deyir, namaz qılmaq, oruç tutmaq, bəzi adam var, deyir, namaz dinən qılım, oruç dinən tutum, dua oxuyum, nə deyirsən eləyim, amma nəsə bir manat harasa, o mənim işimdir. Biraz xərcləməyə öyrəşdir özünü. Deyirsən, ay Hacı, ay Məşədi, ay Kərbəlayı, filan iş var, filan problem var, filan məsələ var, buna yardım göstərmək. Deyir ki, mən namaz qılım, səndən oturum, ağlayım, sinə vurum, məndən pul istəməm. Nə istəyirsən eləyim, amma mən belə işlərə qarışmıram. Hansı işə qarışmırsan? Hansı işə qarışmırsan? Deyirəm, pul xərcləmək istəmirəm dinimin yolunda. Elə yapışır dünyadan ki, qopa da bilmir sonra. Qopub ayrıla da bilmir. İkincisi, günaha görə. Üçüncüsü, günaha görə ki, bəhsimiz budur.